Salam hörmətli izləyicilər, əziz biologiya sevərlər. Sizinlə Elşad Əliyev, Elşən Quliyevin qiymətləndirmə tapşırıq 2-ci bölmənin izahı ilə qarşınızdayıq. İzaha başlamamızdan ilk öncə kanalımıza dəstək məqsədi ilə abunə olmağı, əgər bəyəndiyinizsə bəyən butonunu basmanızı xahiş edirik. Birinci sualımızda nə soruşur? Cədvəldə adada vulkan baş verdikdən sonra bitki və heyvan növlərinin sayında baş verən dəyişiklik əks olunmuşdur. Deməli, vulkan baş verdiyindən ilk heç bir rast gəlinməmişdir. Bəli, bu düzgündür. Bir də 6 ildə ekosistemdə istehsal canlı aid heç bir növ olmamışdır. Xeyr, bunu deyə bilmərik. 10 il sonra hüceyrədə var olan canlıların növ sayı hüceyrə qılafı nazik olan canlıların çox idi. Bax, görürsünüz, burada bitkinin sayı 40'dır, heyvanın sayısı 10'dur. Ona görə cavabımız elə olacaq. Y variantı 1-3. Toxum cərməsi əks olmuşdur. Bu zaman baş verən proseslərdən hansı və hansılar bütün canlılar üçün ola bilər? Böyümə və inkişaf bütün canlılar üçün xasdır. Bu da A variantına uyğundur. Müəyyən bir ərazidə B növünün populyasiyası aid fərqlərin sayı çoxalmış, amma bu fərqlərin sayısı azalmışdır. Verilənlərə əsasən deyə bilərik ki, növ daxilində rəqabət azalmışdır və bir bunu götürə bilərik. Sonra növün yəni 2-ni buraya yaza bilərik. Sonra növ üçün xarakter bir xəstəliyin geniş yayılması baş verə bilər. Bəli, bu da baş verə bilər. Sonra növ sayı azalıbsa, onlarda qida neyini artacaq, bolluğu yaranacaq. Burada isə növ sayı artıbsa, əksinə bu qida bolluğu azalacaq. Növ daxilində rəqabət artacaq burada. Sonra cavabımız olacaq Y variantı. Sonra insanlar səhləb və digər epifit bitkilərinin köklərinə baxaraq nəyi kəşf ediblər? Yadınızda aeroponikanı kəşf ediblər. Aeroponika biz bilirsinizdə bitkilərin torpaqsız havada və çox az su ilə böyüdüyü bir aqrar texnologiya növüdür. Bu texnologiyada bitkinin kökləri havada asılı vəziyyətdə qalır və onlar su və qida maddələri yüksək dəqiqliklə onun havadan ona verilir. Ona görə də bu aeroponikanı kəşf edibci. Sonra keçirik növbəti sualımıza. Növbəti sualımızda nə soruşur bizdən? Şəkildə çoxalma əks edən canlıya aid xüsusiyyət verilmişdir. Maya göbələyidir. Maya göbələyi yadınızda saxlayın ki, şəkərli mühitdə çoxalır, qidalanır, bir hüceyrəli mikroskopik daxil olduğu heç bir nümayəndəsi avtotrof qidalanmır. Cüvəb işləmədən istifadə olunur. Şəkildə əks olunan COVID-19 virusuna aid xüsusiyyətləri seçin. Ümumiyyətlə yadınızda saxlayın ki, virus nədir? Hüceyrə daxili parazitdir. Bunlar yalnız hüceyrə daxilinə daxil olan zaman hüceyrəyə daxil olan öz həyatı funksiyasını yerinə yetirir və hüceyrədən kənara çoxala bilmir. Yəni, birinci əslin pandemiya səbəb olmuşdur. COVID-19 1, tüp ürcək və hava damcı yolu ilə yayılır 1-3. Deməli, əsasən ağciyəri zədələyir. Bir də yalnız hüceyrə daxilində çoxala bilir virus olduğuna görə Y variantı. Valideynləri Ayselin halsız olduğunu görərək həkimə müraciət etmişlər. Həkim ilkin olaraq qan analizini verməsini məsləhət gördü. Qan analizindən sonra Ayselin qanında eritositlərin miqdarı 2,8 milyard, hemoqlobin miqdarı isə 10 qram desilitr. Əsasən müraciət edən xəstə haqqında ilkin olaraq hansı qənaətə gəlmək olar? Hansı qənaətə gəlmək olar? Kişilərdə 4,5 və 5,6-dır. Deməli 2,8-dirsə, deməli burada artıq qan azlığı baş verib, yəni qan azlığından əziyyət çəkir. Qanda hemoqlobin normadan az olduğunu deyə bilərik. Bir də qanda oksigen daşıyan hüceyrələrin də az olduğunu deyə bilərik. Bu da Y variantına uyğun gələcək. İstixana effektinə səbəb olan və fotosintez prosesinə xammal kimi bilavasitə istifadının qazın artmasına səbəbləri ola bilməz. Bu karbon qazından söhbət gedir. Karbon qazı burada bitki ehtiyatlarının artması. Bitki ehtiyatlarının artması karbon qazının artmasına səbəb olmaz. Bitki ehtiyatlarının artması əksinə karbon qazının azalmasının səbəbidir. Yəni azalmasının səbəbidir, çünki fotosintez eləyir bitkilər. Sonra qida zəncirinə daxil edilmiş tülkülər, dovşanlar qida. Aşağıda verilmiş qrafiyə tülkülərin qida zənciri hansı nöqtədə daxil olmuşdur? Gördüyünüz kimi B nöqtəsindən daxil edir ki, artıq C-də
Tülkülər dovşanları yeyir. Nəticədə dovşanların sayı azalmış olacaqdır. C variantı fosillər milyon il əvvəl yaşamış bitki və heyvan qalıqları, neft və təbii qaz və daş kömür fosilləri misal ola bilər. Verilmiş halda öyrənilməsində fosillərdən istifadə edilə bilməzdir. Ümumiyyətlə fosillərdən istifadə edilə bilməzdir müasir canlıların davranışı. Çünki müasir dövrdə yaranan fosillər isə min illər bundan əvvəl yaranmışdır. Çünki ona görə nəsli kəsilmiş canlıların öyrənmək üçün istifadə edir. Zaman mühitin dəyişməsini öyrənə bilərik. Nəsli kəsilmiş canlıların bədən quruluşunu öyrənə bilərik. Bitkinin xarici quruluşunu öyrənə bilərik. Şəkildə əks olunan məməl heyvan növü şikar olunması səs lokasiyası. Exolokasiyası. Yarasanın çıxardığı səs 100 desibeldən çox olsa da insan bu səsi eşidə bilmir. Buna səbəb yadınıza saxlayın ki, səs tezliyinin yüksək olması. İnsan ümumiyyətlə qulağı müəyyən tezlik aralığında səsləri eşidə bilir. Aralıq 20 Hzdən 20.000 Hzə qədərdir, yəni 20 kHz-ə qədərdir. Yuxarı olan səslərin tezliyi insan qulağı eşitmə qabiliyyətindən kənardır. Çünki insan qulağındakı eşitmə orqanları daxili qulaqda yerləşən yalnız müəyyən tezlikdə titrəyişə reaksiya verə bilir. Səslər çox sürətlə titrədiyi üçün bu titrəyişi insan beyni qəbul edə bilmir. 12-ci sualımızda 12-ci şəkildə əks olunan hansı canlılar əks sədadan istifadə edək maneə və şikarlar arasında məsafəni bir yarasadır, bir də delfin. Bu da Y variantı. Verilmiş qida zəncirində ikinci dərəcəli konsumet. Yadınıza saxlayın. İkinci dərəcəli konsumet odur ki, bitki yeyəni qidalanırsa bu ikinci dərəcəlidir. Burada da bitki yeyəni qidalanın 4-dür. D variantına uyğun gəlmiş olur. 14-cü cədvələ əsasən X və Y-i müəyyən edin. Yerin günəş ətrafında fırlanması ilin fəsillərini, öz fırlanması isə gecə və gündüzü müəyyən edir. Ona görə də 14-cü sualımıza cavab olacaq. Deməli, yerin öz ətrafında fırlanması səbəb olur. Yazda cavan zoğların inkişafına, quşların yuva qurmasına, fəsil dəyişkən əlaqədar olan xəzənin payızda baş verməsinə 2, 3, 6 baş verir. X-da 2, 3, 6. Y-də isə çiçəklərin sübdən açılmasıdır. Sonra insanların yuxu siklidir. Bir də kirpilərin gecə fəallaşmasıdır. D variantına uyğun gəlir. Sonra 15-ci sualımıza nə soruşur? Təyin edici açar sözlərdən əsasən X, Y, Z və K bitkilərini müəyyən edin. Toxumaları var. Birinci bu istiqamətə gedək. X istiqamətə gedək. Toxumaları var, çiçəyi var, bəli. Çiçəyi varsa su zambağıdır, yoxdursa iynə yarpaqlıdır. Sonra kökü var, xeyr. Xeyirdirsə mamırdır, bəlidirsə qıcıdır. Bu da B variantına 15-ci sualımızda uyğun gəlir. 16-cı sualımızda deyir, əgər insan qanında qan lövəciklərinin miqdarının kəskin azalması olarsa, belə şəxslər bir avazda aşağıdakı proseslərdən hansı baş verə bilər? Az olarsa, bu qanın laxtalanması, qanın lənk laxtalanması baş verəcək. Müxtəlif canlılara aid təsvir edilmiş skeletlər üçün ortaq olmayan xüsusiyyət bərabər sayda qavrıqlara malik olmamalarıdır. Bu da 17-ci sualımızda D variantına uyğun gəlir. 18-ci sualımızda verilmiş qida zəncirində sual işarəsinin yerinə hansı canlını yazmaq olar? Bax, burada sual birinci dərəcəli konsumet. Birinci dərəcəli konsumet isə burada götürəcəyik 18-ci sual siçanı götürəcəyik. B variantına uyğun gəlir. Verilənlərdən hansılar meşənin qırılmasının mənfi nəticəsi deyil? Meşənin qırılmasının mənfi nəticəsi yağıntıların çoxalması. Yağıntıların çoxalması. Çünki məsələn meşə qırılırsa bitkilər azalır və bitki azaldığına görə bir də fotosintez prosesi getmir. Fotosintez prosesi getmədiyinə görə də neyinir? Burada
karbon qazının miqdarı artır. Heyvanlar yaşayacaq yer tapa bilmədiyinə görə heyvan sayı azalır. Torpaq bitki az olduğu üçün torpaq sürüşmələrinin qarşısı ala bilmir, artır. Sonra fosil yanacaqların artması, yəni fosil yanacaqları yadınıza saxlayın ki, dərinlikdə olur, altında yerləşir və insanlar bu ehtiyatları çatmaq üçün tez-tez meşə örtüyünü qırırlar və buna meşələrin qırılmasına mənfi nəticəsidir. Amfibilərini seçin. Amfibilər burada görürsünüz ki, D variantı qurbağadır. Çürütücülərin sadələşdirdiyi maddələr daha çox istifadə edən canlılar hansılardır? Mineral maddələrdir. Mineral maddələri də yadınıza saxlayın ki, bitkilər tərəfindən istifadə olunur. Bitki qruplardan hansılar əsasən sporla çoxalır? Qıcılar, mamırlar spor vasitəsilə çoxalır. Bu da 22-ci sualımızda A variantına uyğun gəlir. 23-cü sualımızda nə soruşur bizdən? 23-cü sualımızda soruşur ki, hər rəngli xana 0,1 saniyəyə uyğundur. Verilmiş ürək disiklini nəzərə alaraq 5 saat ərzində bir şəxsin ürəyin damarlarına neçə dəfə qan vurulduğunu hesablayın. Yadınıza saxlayın ki, nədir? Qulaqçıqlar 0,1-dir, mədəcik 0,3-dür, 1, 2, 3, 4 də ümumi boşalmadır. Cəmi eləcək neçə? 0,8. 1 saat deyirsə, yadınıza saxlayın. Yox, 5 saat deyir. 5'i vuracağıq 60'a. Onu da vuracağıq 60'a. 5'i 60'a. Bunu da 60'a vursaq eləyəcək 180. 18.000 eləyəcək. 18.000 etmiş olacaq. Sonra biz 18.000'i 0,8'ə bölsək, bu da D variantına uyğun gələcək. Verilən hansı insan orqanizm xəstəliyi törədən patogenlərə qarşı ilkin müdafiə tədbiri hesab olunmur? İlkin müdafiə tədbiri hesab olunmur. A qan hüceyrənin patogenləri məhv etmək üçün antisimciklər hazırlanması bu ilkin müdafiə tədbiri deyil. İlkin müdafiə tədbiri odur ki, dəridə bədən səthini örtən daxil toxum orqanları mikrob vurması, sonra hazırlanmış yapışqanlı seyin patogenləri tutaraq zərərsizləşdirilməsidir. Qida mədəyə düşmüş patogen mədə şirəsinin təsirinin zərərsizləşdirilməsidir. Orqanların sehli qışlar, mikroblar zərərsizlən bu ilkin təsiridir. Bəzi papaqlar köpabağın altında lövhəciklərində sporlar yetişmiş olur. 26-cı cədvələ əsasən ilk Z orqanizmləri ola bilər. Z orqanizmləri ola bilər. Deməli, ilk qidalanma, çox hüceyrəlilik yoxdur, qıcıqlanma var. X olacaq bakteriya. Deməli, qidalanma var, çox hüceyrəlilik var, qıcıqlanma da var. Deməli, Y olacaq, göbələk ola bilər. Bu isə Z virus, bir də B variantına uyğun gəlir. Zoğla çoxalan çəyli bitkidə əmələ gələ bilməz. Zoğla çoxalıbsa, bunda əsas kök əmələ gələ bilməz. Çünki əsas kök ancaq nədə toxumdan inkişaf eləyir. Deməli, insan orqanizmi müəyyən hissəsində qan axını və bu zaman qanın tərkibində bəzi maddə miqdarının dəyişməsi 28 şəkildə qan hansı dövranından və hansı orqana keçdiyi müəyyəndir. Şəkildə görürsünüz ki, ağciyərin hər hansı bir alveolu verilib. Ağciyər alveollarında qaz mübadiləsi baş verirsə, bu artıq burada kiçik qan dövranından və ağciyərin təsviri verilib. C variantı 28-ci sualımızda. 29-cu sualımızda bizdən nəyi soruşur? 29-cu sualımızda baxırıq. Bizə deyir ki, A və B hissəsində axan qanda verilənlərdən hansı baş verə bilər? Baxırıq ki, deməli, nədir? Oksigen qazının miqdarı artır B hissəsində. Sonra hansı fikir doğrudur? B bölgəsinə çıxan arterial qan damarı ilə ürəyə daşınır. Bəli, arterial qan vena damarı ilə ürəyə daşınmış olur. 31 şəkildə verilmiş şəkildə əsasən doğru bəndi müəyyən edin. Bax, bu 11-ci sualımızda cavabımız deməli, bu doğru bəndi müəyyən edin. Qulaqçıqların yığılma fazasıdır. Bu zaman taylı qapaqlar açılır və aypara qapaqlar isə bağlanmış olur. Yəni, qulaqçıqlar yığılır, qanı mədəciyə doğru
örtürkan qulaqçıqdan mədəciyə. Yadınızda saxlayın, qulaqçıqla mədəcik arasında tayfa var. Mədəcik ilə damarlar arasında isə aypara qapaqlar vardır. Verilmiş patogenlərdən hansı sahib orqanizmindən olmadan bilavasitə çoxala bilməz? Yadınıza saxlayın ki, sahib orqanizm olmadan çoxala bilməyən virus xəstəliklərdir. Burada da qızılcada virus xəstəliyi, bu da A variantına uyğun gəlmiş olacaq. 33-cü sxema isə X, Y-in, Z-in yerinə yazılmalıdır davranış. Çöl qazlarının V formasında uçağı enerjiyə qənaət etməsi. Biz də burada yine davranış uyğunlaşmasında ümumiyyətlə burada yadınıza saxlayın, uyğunlaşmadır. Uyğunlaşma iki davranış və quruluş. Uyğunlaşma bu da bu cür. Bir də surikatların yırtıcılardan qorunması üçün xəbərdarlıq etməsi də bu da davranış uyğunlaşmasıdır. Sonra kaktüs itkisinin qarşısında tikanın olması, bir də tısbağaların da çanağının olması, bu da C variantına uyğun gəlir. 34-cü sualımızda nə soruşur? Verilən şəkillər əsas X, Y canlı üçün doğru ola bilər. Produsent çox hüceyrəlidir, konsumentdir. X və Y canlısı. Produsent isə deməli bitkidir. Bitkilər atmosferə oksigen qazını ayıran canlı ola bilər X. Bu da C variantı. 35-ci sualda qrafikdə qida zəncirinə əsasən hansı iki canlının əks etdirə bilər? Birinin artması, birinin azalması. Bax, bu qrafik bitki ilə çəyirtkəni əks etdirə bilər. Çəyirtkə ilə qurbağa ilə də ilanı əks etdirə bilər. Deməli, burada da qurbağa və çəyirtkə B variantına uyğun gəlmiş olur. Bu qədər. Diqqətinizə görə sağ olun, bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.